Əgər sən də bir ayda B2 sertifikatını almaq istəyirsənsə, bu videonun sonuna gederiz. Bir ay ərzində, təxminən 30-32 gün ərzində TET B2 imtahanından necə uğurlu keçdik, bunu izah edəcəm. Özüm üçün bölümlər ayırmışam. Başlıqlar. Hansı ki, o suallar bilirəm ki, sizi maraqlandırır. Bir-bir onların hamısına cavab verəcəm. Başlayaq birinci sualdan. Başlamadan əvvəl səviyyəm nə idi? B1 səviyyəsində hiss edirdim özümü. B1-in amma tam B1 deyə bilməzdim. Sadəcə Almaniyada yaşadığımız üçün 3-4 ay keçmişdi artıq və görürdüm ki, insanlarla danışa bilirəm, insanların dediyini başa düşürəm və özümü şəhərdə idarə edə bilirəm bu dil səviyyəmlə. Daha onda özümə güvəndim ki, yox, mən B1-i bilirəm, amma tam B1 deyə bilmərəm. Çünki B1-dəki sözlərin hamısını bilmirəm, qrammatikasının hamısını bilmirəm. Ümumiyyətlə, mən qrammatikada zəif olmuşam. Dinləmə, danışıq, yazı və qrammatika bacarıqlarım necə idi? Dinləmə və danışıq yaxşı idi, dediyim kimi. Məndə dinləmə və danışıq yaxşı oldu, çünki Almancanı bir növ ingilisə oxşadırdım və qrammatikasını, cümlə quruluşunu ingiliscə biliyimlə, Almancada bilmədiklərimi ingiliscə biliyimlə örtbasdır eləyirdim. Qrammatikaları çünki bənzərdi mənə görə, cümlə quruluşları oxşardı. Niyə bir ay vaxtımız var idi? Bu qərarı niyə verdik? Niyə belə bir qısa müddətdə hazırlaşmalı olduq? Çünki bizim sənədlərlə bağlı maksimum 3 aylıq bir müddətimiz var idi və o 3 ay müddətində biz B2 sertifikatımızı almalı, sənədlərimizi hazırlamalı və göndərməli idik. Məcbur. Bir ay sonrasına təsadüfdən termin tapdım Nürnberg şəhərində və yoldaşımla birlikdə başladıq hazırlaşmağa. Bir ay sonra şükür uğurla keçdik və bir ay sonra da cavabı gəldi. Yəni toplamda 2 ay çəkdi. Bir ay hazırlaşdıq, bir ay sonra cavabı gəldi. 2 ay bu aldı, bir ay ərzində də sənədlərimizi hazırladıq və müraciətlərimizi elədik. Hansı materiallardan istifadə etdim? Mobil tətbiq demək olar istifadə eləmədim. Sayt demək olar istifadə eləmədim. Kitab demək olar istifadə eləmədim. Çünki bunların özlərinin materialları var. Onları mən linkini aşağıya yerləşdirəcəm. Burada da özüm üçün qeyd eləmişəm. Oradan endirərsiniz və demək olar hər şey oradadır. Əlavə bir materiala ehtiyac yoxdur. Amma ki, bu YouTube kanalı xaric. Bu YouTube kanalında TELK B2 imtahanına hazırlaşmaq üçün hər şeyi tapacaqsınız. Hər şey dediyim nədir? Sizə Leseverstein'i izah etməyəcək. Hochverstein'i də izah etməyəcək. Və ya Sprachbaustein də izah etməyəcək. Amma çünki onları siz materiallardan, aşağıdakı linkdən materiallardan endirib rahatlıqla evdə hazırlaşa bilərsiniz. Amma müntlik, prezentasiya və problem lösung hissəsi və şriftliyi bu kanaldan öyrənəcəksiniz. Mütləq o kanala müraciət edin. Özümüz mü hazırlaşdıq, yoxsa kursa mı getdik? Tamamilə özümüz hazırlaşdıq. Çünki aşağıda verdiyim materiallar və bu YouTube kanalı tamamilə yetir ki, siz bu imtahana hazırlaşasınız. TELK formatına uyğun hazırlaşdıq. Yəni, biz oturub danışıq öyrənmədik. Sadəcə TELK formatı nədirsə, başladıq onu hazırlaşmağa. Hər gün necə hazırlaşdıq, proqramımız necə idi? Sizə bunu izah edeyim. Birinci başlayaq, gün ərzində neçə saat ayırdıq? Həm işləyirdik, həm oxuyurduq. Bunun üçün də həftənin 5 günü işlədiyimiz günlər maksimum 3 saat ayıra bildik, bəzi günlər ümumiyyətlə ayıra bilmədik. İşləmədiyimiz günlər 5 saat ayırdıq və bu tamamilə yetdi. Hətta biz ara bir, yəni 1-2 günlük bir Nürnbergə, hətta Frankfurta filan belə bir gəzməyə də çıxdıq. Yəni 30 gün tamamilə yetdi. Amma siz 30 gün eləməyin də, bunu heç olmasa 40 gün eləyin, çünki arada axsamalar olur. Danışıq üçün partnyorumuz var mıydı? Birinci bunu deyim, danışıq üçün partnyorum yoldaşım idi. Siz də özünüzə partnyor tapsanız super olar və ya partnyor yoxdursa, heç deyilsə aynanın önündə durun və başlayın danışmağa. Hər gün nəyə fokuslanırdıq? Mən birinci başladım Leseverstein'in bütün materiallarını əzbərləməyə. Leseverstein'i bitirdikdən sonra keçdim Hochverstein'ə. Hochverstein'ə keçəndə başladım şriftliyi də Hochverstein'lə birlikdə aparmağa. Çünki Hochverstein ən asanıdır. Leseverstein, Hochverstein və şriftlik. Bunları bitirəndən sonra, çünki çətini bunlar idi mənim üçün və ən çox puan verən də bunlardı. Sprachbaustein'i ən sona saxladım. Hətta mən oxuya bilmədim. Sprachbaustein'i getdim, orada qrammatikadan bildim, bilmədim falan, belə yəni az-çox tutuzdurdum deyəsən, unutmuşam deyəsən 15 puan və ya 30 puandan mən 30-40%-ni özüm yaza bilmişdim. Siz də yazarsınız, heç də çətin deyil. Leseverstein, Hochverstein, sonra Hochverstein'lə birlikdə şriftliyi və ya Hochverstein'dən sonra şriftliyi oxuyacaqsınız. Mən belə elədim. Şriftlikdən sonra keçdim artıq müntliyə. Müntlikdə qəlib cümlələrimiz var. Bunları əzbərləyəcəksiniz. Ən sonda prezentasiyamı hazırladım. Müntliyə hazırlaşarkən qəlib cümlələri əzbərləyəcəksiniz. Problem lösungda da qəlib cümlələr var. Bunu da bitirəndən sonra keçdim prezentasiyama. Prezentasiyamı da hardasa 2-3 günə əzbərlədim, yazdım. Mən ChatGPT-dən istifadə elədim. Siz də istifadə eləsəz xoş olar. Ağlınızda qalan bir mövzunu mütləq ChatGPT-yə Azərbaycancasını yazın və Almanca prezentasiya hazırlamasını istəyin. Çalışın ki, deyin, mənim
Mənə tək B2 formatına uyğun yaz bu prezentasiyanı ki, mənim prezentasiyam B2-yə, yəni uyğun olsun ki, puanım yüksək olsun. Belə 2-3 günə, 4 günə prezentasiyanı əzbərləyirsiniz. Yolda oxudum, işə gedəndə oxudum, dərsə gedəndə oxudum, imtahana gedəndə oxudum və bu qədər. Ən çətin hissəsi hansıdır və necə öhdəsindən gəldik? Hə, mənim üçün biraz yazılı, biraz çətin idi. Onu da əzbərləyəndən sonra özümə güvəndim və girdim imtahana. Cahil cəsarəti ilə yazdım, çıxdım. Mən səhv eləmirəmsə 27 puan aldım və sertifikatımı da buralara bir yerlərə qoyacağam. Onun öhdəsindən necə gəldim? Çox çalışaraq. Çalışmayaraq mümkün deyil gələsiniz. Filmlərlə Höxveşteyninizi inkişaf elətdirə bilərsiniz və ya danışığınızı partnerlə və ya ayna qarşısında və s. bunları inkişaf elətdirə bilərsiniz. İmtahan təcrübəm necə keçdi? Telk imtahanın strukturu necə idi? Başlayırıq birinci 90 dəqiqəlik Lezifeşteyn bölümünə. Lezifeşteyn, Sprachbaustein və Höxveşteyn. Bu çəkir 90 dəqiqə. Bu 90 dəqiqə ərzində 20 dəqiqə də verilir Höxveşteynə və musiqi dinlədirlər və ya səs dinlədirlər. O dinlədiklərinizi variantlara uyğun yazacaqsınız. Misal orada deyir ki, Həsən bu gün video çəkdi. O videonu 4 saat ərzində çəkdi. Almanca deyir. Variantlarda da yazıb ki, Həsən bu gün video çəkmədi. B variantında yazır ki, onun çəkdiyi video onun 4 saatını aldı. O görə də bilirsiniz ki, 4 saat düzdür yazırsınız. Amma Höxveşteyndə yanlış olanları minus işarələməlisiniz. Doğru olanları plus, yəni cavab kartını bütövlüklə hamısını doldurmalısınız. Bu səhv eləməyin. Çünki həm minusu bal olaraq sayır, həm plusu. Yəni minusu da cavab kartına işləyin, plusu da. Plusu işləyib, minusu işləməsəz minuslarını sayılmayacaq və Höxveşteynlə o boyda puan gedəcək. Çoxsu yəni gedəcək. Hansı hissələrə daha çox diqqət elədim? Təbii ki, şriftliyə. Şriftlik mənə görə 45 puan verir və ən önəmli hissələrdən biridir. Ən birincisi Lezifeşteyndir, sonra da şriftlik. Artıq ondan sonra gəlir Höxveşteyn, müntlik filan, yəni şriftlik mənim üçün önəmlidir. İmtahan günü stresi necə idarə elədim? İmtahan günü stresimi. Yoldaşımla birlikdə getdik imtahana və yol boyunca bir-birimizin stresini almağa çalışırdıq, danışırdıq, söhbətə tuturduq, oxuduqlarımızı təkrarlayırdıq ki, stresimizi azaldaq. Sonra da girənə yaxın da bir dərindən nəfəs aldım, dedim. Həsən, bu qədər oxumusan, bu qədər hazırlaşmısan artıq və özümə güvənirdim, deyirdim ki, bacararsan. Nəticəni nə vaxt aldın və balın neçə idi? Balımın tam olaraq neçə olduğunu unutmuşam, amma səhv eləmirəmsə qut dərəcəsini aldım, yəni yaxşı 250 mi idi, nə idi? Belə bir şey idi. Böyük ehtimalle ekrana verirəm, baxarsınız özünüz. İmtahanın nəticəsini təxminən 1 ay sonra aldım. Təxminən, amma tam 1 ay olmur. Sertifikat poçt yolu ilə gəldi. Dediyim kimi, təxminən 1 ay filan çəkdi və mən arada bir Zenford maraqlanırdım. Sertifikat gəlməmişdən 1 həftə əvvəl, yəni imtahandan çıxandan 2 həftə və ya 3 həftə sonra Zenford maraqlana bilərsiniz. Əgər imtahandan keçmişsinizsə, sizə telefonda deyirlər. Mən çox qorxurdum müntlikdən kəsildiyimə görə, amma yəni düşünürdüm ki, kəsilmişəm. Amma şükür kəsilmədim. Onun üçün 2 dəfə, 3 dəfə Zenford'a maraqlandım. Axırda dedilər ki, sertifikatlar gəlib, keçmisiniz imtahandan və göndərmişik poçtdan. 2 gün sonra hardasa gəldi, çatdı bizim poçt ünvanımıza. Azərbaycana yəqin 2 həftə çəkir. Hər bölmədən neçə bal topladın? Əzbər bilmirəm bunları. Bunları şəkil yenə qoyuram buralara bir yerə, baxarsınız. Tövsiyələrim nədir? Qısa müddətdə hazırlaşmaq istəyənlərə 3-5 əsas tövsiyə. Lezifeşteyni birinci oxuyun. Və hər gün oxuyun. Mən bəzi günləri, hətta biz 2 gün elə oldu oxumadıq. Mən çox asan bir imtahan imiş. Mənim gözümdə qorxudurdu. Yəni 30 gün durmadan oxusaz siz inanın ki 250-ni keçəcəksiniz. Bayaq sıraladıqlarımı etap mütləq. Mən də yəni mütləq deyil, sadəcə özünüz də düşünün. Çünki bunların verdiyi puanlar var. İndi onu da buralara bir yerlərə qoyuram. Yəni ekrana gətirirəm, baxın özünüz. Hər etapın verdiyi puan var və hansı etap sənə ən çox puanı verirsə ona birinci hazırlaş. Hər hansısa bir bölümdən 0 alanda kəsilmirsiniz. Bəziləri deyir ki, mən şriftlikdən 0 aldım, kəsdilər. Yəni keçərsiz sayılmır ki. Əsas odur ki, 2 etabı var. Birinci etapdan da 60% keçin, ikinci etapdan da 60% puanı keçin. Yəni Sprach, Lezifeşteyn və Höxveşteyn birlikdə 60% düzünüz olsun. Müntlikdəki prezentasiya və şriftlikdə birlikdə 60% keçsin və bu 60% yetərli olur ki, siz imtahanınızı uğurla başa vurmuş olasınız, sertifikat alasınız. Dördüncü ən əsas tövsiyəm, şriftlikdə 2 dənə mətn var. Biri informasyonundur, biri beşvəqdəndir. Onu qarışdıran həyatımda ən yaxın biri var və bunu dəfələrlə çalışmışdıq üstündə. Eləməyin, bax deməli. İmtahana başladınızmı? Gəldiniz, çatdınızmı şriftliyə? Sizə 2 mətn verir. Belə bir cavab kartınız var əlinizdə. Dur burada. Bunun ən sonuncu səhifəsindədir şriftlik. Bu üzündə informasyonun mətnidir. Artıq burada kardon var axı. Heç kim bu kardona tərəf çevirmir. Deyir, bəlkə imtahan bitdi. Mətni görür.
Elə bilir bəlkə buna Beşverdən yazmalıdır. Beşverdən bu səhifədəki mətndir. Yoldaşım informasyonun mətnini yazdı. Təəssüf ki, şifrlikdən 0 aldı. Amma şükür ki, keçdi. Toplam puanı 60%-in üstündə olduğu üçün sertifikat aldı. Amma siz o səhv eləməyin. Türkiyədə imtahan verənlər qruplarda görürdüm. Deyirdi ki, Türkiyədə şifrliyə 0 yazırlar. Bu mümkün deyil. Siz mətni doldurmusunuzsa 0 yazmaları mümkün deyil. Siz böyük ehtimal informasyonun mətnini yazırsınız. Vərəqi çevirin. Bu tərəfdəki Beşverdən mətnini yazın. Mən də az qalsın o səhv eləyirdim, amma şükür ki, sonra vərəqi çevirdim. Yəni, Türkiyənin günahı deyil. Siz bu mətni yazdığınız üçün şifrlikdə 0 alırsınız. Yoldaşım Almaniyada verdi, 0 aldı. Ən sonuncu tövsiyəm. Müntlikdə prezentasiyadan sonra siz partnerinizə sual verməlisiniz. Onun mətni ilə, onun prezentasiyası ilə əlaqəli. Mən bunu bilmirdim. Biraz əvvəl dediyim YouTube kanalında da qarşıma çıxmamışdı. Sualımı tez bazar orada hazırladım, tələsik. Verdim. Çox yaxşı keçmədi. Sualımı verdim, okey, o cavab verdi. Amma o mənə sual verəndə mən cavab verə bilmədim. Bu biraz mənim müntlikdə puanımı qırdı. Buna diqqət edin. Və yekunda bu qədər. Elə də qorxulu bir imtahan deyil. İstər Türkiyədə verin, istər Almaniyada verin. Bilmirəm Azərbaycanda varmı? Azərbaycanda Göte'nin olduğunu bilirəm, amma Telkin olduğunu bilmirəm. Bu nüanslara diqqət edərək siz də uğurla başa vura bilərsiniz imtahanı. Əgər bir ayda sertifikat almaq istəyirsənsə, bu videonun bütün nüanslarını bir dəftərə yaz və başla oxumağa.